Hələ hamıdan əvvəl gedirdi. Pəhlinin şəhid olmasına Döyüş yoldaşları Daşaltıda dalğalandıqlar ki, orada şəhid. Qızlarına görə özünü bağışlayıb, özünü döyüş meydanına çıxanın mən həqli olur. Ona qədər ön cəbhədə olur. Esasında alındı. Cavablar siz bilmişsiniz. Yox elə. Bəzən tarix kimi insan taleyi də təkrarlanır. 1917-ci ildə Muradxan kəndində bir oğlan uşağı dünyaya gəldi. Adını Pəhli qoydular. O, 1939-cu ildə əskəri xidməti zamanı SSR ilə Finlandiya arasında başlayan müharibədə iştirak etdi. Pəhli, Besarabiyadan valideynlərinə ünvanladığı məktubda yazırdı. Vəziyyət çox pisdir, yəqin ki, sağ qayıda bilməyəcəm. Bu onun son məktubu oldu. Vaxt gəldi, 2-ci Dünya müharibəsində iştirak edib geri qayıtmayan Nakam Pəhlinin adını qardaşı nəvəsinə qoydular. ...44 günlük Vətən müharibəsində iştirak edən Pəhli də eyni taleyi yaşadı. Şuşa uğrunda döyüşə girdi. Qayıtmaq şansım çox azdır. Nərvindən müğayət olun. Qızımı sizə əmanət edirəm. Onu göz bəbəyiniz kimi qoruyun. Pəhli son döyüşə girməzdən əvvəl ailəsi ilə beləcə halallaşdı. ...1993-cü il sentyabrın 17-sində Kürdəmir rayonunda doğulan Pəhli Xaləddin oğlu Qəribov evin tək oğlu idi. Özündən böyük bacısı var. O, 2000-ci ildə Məhəmmədəmin Rəsulzadə adına 2 sayılı tam orta məktəb liseyin 1-ci sinifinə daxil oldu. Sakit təbiətli, mülayim xarakterli Pəhli idmana maraq göstərirdi. Məktəbdə oxuduğu dövrdə Yunan-Roma güləşi üzrə bir çox yarışlara qatılıb nailiyyətlər əldə etdi. Onun musiqiyə də marağı vardı. Qarmon dərslərinə gedirdi. Məktəbi bitirdikdən sonra Naxçıvan Muxtar Respublikasında müddətli həqiqi xidmətə yollandı. Hərbi xidmətdə nümunəvi əskər olaraq nizam-intizamı ilə komandanlığın etimadını qazandı. Qüsursuz xidmətinə görə xidməti xasiyyətnamə və Qızıl Saat mükafatı ilə təltif olundu. Pəhli 2019-cu il yanvarın 29-da sevib seçdiyi xanımla ailə qurdu. Nərmin adlı qızı dünyaya gəldi. Kızım, sensiz olmasın bir günü, əzablarla dolarını, sen benim ətirli gülüm. Kızım, yeryüzünde güzeller çok, sana benzer bir güzel yok, bir melek yok. 2016-cı ilin aprel döyüşləri zamanı Pəhli adını könüllü olaraq ordu sıralarına yazdırdı. Lakin bu döyüşlər uzun sürmədiyindən onun arzusu həyata keçmədi. 2020-ci ilin Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından təsirlənən Pəhli yenidən adını könüllülər sırasına yazdırdı. Dəfələrlə rayon komissarlığına müraciət edərək döyüşə getmək istəyini bildirdi. Adını könüllülər sırasına yazdırdıqdan sonra Pəhli iş yoldaşlarına "Məni bundan sonra şəhid deyə çağırın" deyirdi. İş yoldaşları isə "Axı müharibə yoxdur, sən də şəhid olmamısan, niyə sənə şəhid deyək?" Beləcə etiraz edirdilər. Pəhli hərbi səfərbərlik elan edilən zaman sentyabrın 21-də könüllü cəbhəyə yollandı.
Hərbi təlimlər keçdikdən sonra müharibənin ilk günündən, sentyabrın 27-sindən ön cəbhədə döyüşdü. Vətənpərvər, qorxmaz, igidpəhli Füzulidən Şuşaya qədər uğurlu döyüş yolu keçdi. Hər dəfə ailəsi ilə telefonla əlaqə saxlayanda deyirdi: "Hər şey yaxşıdır. Düşməni məhv edirik. Yaxın zamanlarda qələbə olacaq." Son dəfə noyabrın 3-ü danışdıq. Heç vaxt yerim bildirmirdi, hardayam, necəyəm. Həmişə deyirdi, hər şey yaxşıdır, burada bizə yaxşı baxırlar. Nə olsun? Yaxşıdır, sağ ol, Allah kömək, yaxşıdır. Yaxşıdır, sən nə dəsən? Allah aşkına, Allah yaxşı eləsin, yaxşı eləsin. Ürəyində vətənə hədsiz məhəbbət, düşmənə isə nifrət bəsləyən Bəhlinin tək bir amalı var idi: torpaqları azad etmək. Sona qədər döyüşəcəm. Torpaqlarımızı tam azad edənə kimi silahı yerə qoymayacam. Qoy bizdən sonra gələn nəsil bizim çəkdiklərimizi çəkməsin. Onlar azad, firavan yaşasınlar. Mən yaxşıyam, siz yaxşı olun. Mənim burada olduğum üçün narahat olmayın, əksinə qürur duyun. Burada olmaq hər adama nəsib olmur. Mən 30 ildən sonra Qarabağa gəldiyimdən fəxr edirəm. Pəhli az bir zamanda kollektivin böyük rəğbət və hörmətini qazandı. Hər kəs onun şücaətindən, qorxmazlığından danışırdı. Pəhli nə ölümdən, nə şəhid olmaqdan qorxurdu. O bu mərtəbənin çox yüksək olduğunu və hər kəsə nəsib olmadığını bilirdi. Pəhlini mən necə bir tanımışam? 44 gündə mərd, qoca, hətta döyüş şəraitində belə, açıq döyüş şəraitində belə, düşmənin açıq hədəfi olduğumuz yerlərdə belə yaralılarımızı, şəhidlərimizi çıxartmağa gidən. Hətta komandirlər ona belə deyir ki, yəni açıq düşmən hədəfindəsən, yəni getmə, yəni bir qədər sən gitsin, atəşlə sonra gedərsən. Yəni o çəkinmirdi, heç bir əziyyətinə getmirdi. Bütün işlər, komandirlərin bütün tapşırıqlarından biz hətta o müəyyən qədər bizdən yaşlı böyük də olsa çalışırdı ona bir hörmət elə, həm bizdən də, həm bir evladı vardı, onu istəyirdik ki, o biz sağ qayıtsın da. Ancaq ki, Pəhli hamıdan əvvəl gedirdi. Yəni ki, bizim sözümüzü, hətta bizim onu dur deməyimizi belə hisslənirik ki, yəni bura gəlmişiksə, yəni hamı bir vəzifəni daşıyır. Bura, yəni ki, o insanın içində həqiqətən vətən sevgisi var idi. Mən bunu döyüş yoldaşım şahid olmuşam. Şu döyüşlərində də mən özüm yaralandım, məni özümü döyüş meydanına çıxardan fəxri olur. Cəbhədə olarkən ən çox qızı haqda düşünürdü. Nərminin nə iməkləməyini, nə oturmağını gördüm. Mən gələnə kimi ona yeriməyi öyrədim. Gələndə üstümə qaçsın. Bizim tarih. Döyüş yoldaşları ilə söhbətləşərkən qızını çox sevdiyini, onun üçün çox darıxdığını və qızına ilk ad günü edəcəyini, hətta döyüş yoldaşlarını da çağıracağını arzulayırdı. Son döyüşdən bir gün əvvəl balaca qızım üçün burnumun ucu göynüyür, deyirdi. Ancaq arzusu, yəni uşağının 1 yaşını qeyd etməkdir. Döyüş vaxtda, döyüşdə gedəndə ancaq qızından söhbət edərdi, başqa heç bir şey. Deyirdi, inşallah buradan sağ-salamat çıxacaq və gedəcək o qızımın 1 yaşını qeyd edəcək. Kaş ki, elə də olardı, yəni qismət olardı, birlikdə gedib 1 yaşını qeyd edərdik. Amma sənin 40 mərasimində qızının 1 yaşı tamam oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət olsun, şəhidlərimizi unutmayaq və unutturmayaq. Pəhli kollektivdə döyüş yoldaşlarının qayğısına qalırdı. Çətin zamanlarda lazım gələrsə, döyüş meydanında sinəsini sipər edirdi. Müthiş gün yetişdi, noyabrın 3-ü, son döyüş. Pəhlini sevdiklərindən ayıran son gün və son sözlər. Getdiyim yerdən dönüş yoxdur. Sağ qalmaq şansım 100-dən 10%'dir. Hər şey ola bilər.
Bəhlinin olduğu briqadaya xüsusi əmr verildi. Laçın dəhlizindən gələn düşmən qüvvəsinin qarşısını almaq və Şuşa uğrunda döyüşə girmək. Bu ölüm-dirim savaşında qəhrəmancasına vuruşan Pəhli, zəfər yolu ilə Şuşaya ilk ayaq basanlardan oldu. Laçın dəhlizindən Şuşaya gedən yolda düşmənə pusqu qurub, onun xeyli sayda canlı qüvvəsini və hərbi texnikasını məhv etdikdən sonra onların öz yeri də düşmənə bəlli oldu. Və düşmənin bir saat dayanmadan ağır artilleriya, minamyotlardan atəşi nəticəsində Pəhli boynundan və ciyərindən aldığı qəlpə yarasından noyabrın 8-i qəhrəmancasına şəhidlik zirvəsinə ucaldı. Şuşaya gedərkən yaralı halda olan Pəhliyə döyüş yoldaşları və komandir geri qayıt desələr də, mən bura döyüşmək üçün gəlmişəm. Son damlama kimi sizinlə birgə vuruşacam deyirdi. Şuşanı görmək, oradan bayrağımızı asmaq onun arzusu idi. Pəhli özü ilə bayraq götürərək döyüş yoldaşlarına, əgər şəhid olsam, bayrağı üstümə örtərsiz, dedi. Qərbov Pəhli demək olar ki, bütün döyüş yoldaşlarından seçilir. Vətənpərvərliyi ilə. O həmişə deyir ki, biz qələbə sevinci ilə qayıdacaq. Amma əsflər olsun ki, o sevinci o yaşaya bilməli. Danışmaq çox çətindir. Amma o şəhid olmamışdan 2 saat qabaq biz Laçın dəhlizində, Laçın istiqamətində irəliləmək üçün gedirdik. Yəni ki, Elşən, mən şəhid olsam, bu bayrağı mənə, ailəmə verərsin. Onun bu arzusunu döyüş yoldaşları həyata keçirdilər. Bəhlinin qanına bülənən bayrağı döyüş yoldaşları özləri ilə Şuşanın Daşaltı kəndinə aparıb, orada dalğalandırdılar. Döyüş yoldaşımız Qərbov Pəhli, Allah sənə rəhmət eləsin, məkanı cənnət olsun şəhidimiz. Sənin qalın olan bayrağı isə şəhid olduğun vaxt üzünə attığımız bayrağı saxladım, özümdə saxlayıb gətirib Şuşanın Daşaltı kəndində, Şuşamızda dalğalandırdım. Məkanı cənnət olsun, qisasın alındı. Bu gördüyünüz Azərbaycan bayrağı da özünün üstündə gəzdirilmiş ki, mən bunu Şuşaya taxacam. Həmin bu bayraq da, Azərbaycan bayrağı da şəhid olanda özünün üstünə götürüb üzünə atdığı, ötürdüyü bayraqdır. Bu qanın içindeydi. Bu döyüş yoldaşları Daşaltıda dalğalandırdılar ki, orada şəhid olub. Bir müddət orada dalğalandı, sonra gətirdilər, verdilər mənə, fərqi verdilər. Şuşanın azad olunduğu gün Pəhlinin valideynləri və həyat yoldaşı onun körpə balasını bayrağımıza büküb bayram etdilər. Nə biləydilər ki, Pəhli ilə Şuşanın azad olunması uğrunda ağır döyüşlərdə şəhid olub. Mənim xəyallarım vardı, mənim öz dünyam vardı. Son ana qədər ön cəbhədə olub, sonuncu gün noyabrın 8-i zəfər günü, Şuşa alınan gün ən ali məqama şəhadətə yüksəldi. Bəhlinin son mənzili Kürdəmir Şəhidlər Xiyabanı oldu. Mən şəhid oldum. Salam dayı, necəsən? Sağ ol, sən necəsən? Yaxşı. Nə vaxt gələrsiz, bilmirsiniz? Yox elə.
canım, canım sevgilim, bağışla beni, seni O vətənə əmanət körpə övlad qoydu. Arzusunda olduğu qızının ilk yaşını qeyd edə bilmədi. Qızının 1 yaşı onun 40 mərasiminə təsadüf etdi. Döyüş yoldaşları da neçəsini orada köməkli eləyib, xilas eləyib, qəhrəmanlıq göstərib da. Yəni yanında olan əsgər yoldaşları danışır bu. Bəzən elə olur ki, həqiqətən də indi onun balaca qız Nərminə görə özümü bağışlaya bilmirəm. İndi Allahın seçimidir. Yəni mənim döyüş meydanından çıxarılmam, Fəhli demək olar ki, şəhid olub. Yəni həmin döyüş əməliyyatında şəhid olub. Hətta mən döyüş yaralananda, məni çıxardanda mən geri dönəndə gördüm Fəhli mənim ayaq üstəmdə. Deyir ki, yeri narahat olma, hər şey yaxşı olacaq və səni çıxardacaq buradan. Biz dağın yüksəkliyinə çatanda artıq Fəhli şəhid olmuşdu. Yəni ki, mən özüm həqiqətən də belə şokda oldum o momentdə. Həm özüm yaralanmışdım, həm də Fəhlinin şəhid olmasına. Respublika Prezidenti İlham Əliyevin əmri ilə Pəhli Qəribov ölümündən sonra vətən uğrunda cəsur döyüşçü, Füzulinin azad olunmasına görə, Xocavəndin azad olunmasına görə, Şuşanın azad olunmasına görə medalları ilə təltif olundu. Kızım, sen atanın dünyasısan, hayatımın mənasısan, her gecemin şirin rüyasısan. Sənə her an Allah'ım olsun ya, yüreğde arzularım var, dileğim var. Seni aylar iller düşecek, bugün yanına düşecek. Kürdəmirin Muradxan kəndi vətən uğrunda canından keçən qəhrəmanları ilə hər zaman fəxr eləyib. İkinci Dünya müharibəsində, Birinci Qarabağ müharibəsində də qəhrəmancasına həlak olan mərd oğulların əziz xatirəsi böyük ehtiramla yad edilir. Sovet İttifaqı qəhrəmanı Məmir Şahbazoğlu Abdullayev 1923-cü ildə Muradxanda dünyaya göz açıb. 20 yaşında ordu sıralarına çağırılıb. O, Belarus cəbhəsində hərbi əməliyyat aparan 48-ci ordu tərkibində Suvorov ordenli 339-cu atıcı alayda pulemyotçu oldu. ...1943-cü ilin iyun ayında
Kursk yaxınlığındakı döyüşlərdə şücaət göstərdiyinə görə Azərbaycanlı qəhrəman qırmızı ordenlə təltif olundu. Bölmə komandiri olan həmyerlimiz Polşa-Almaniya istiqamətində gedən döyüşlərdə iştirak edərək 2 dəfə ağır yaralansa da, müalicə alıb sağaldıqdan sonra yenidən ön cəbhəyə qayıtdı. 1944-cü ilin sentyabr ayında Polşanın faşistlərdən azad olunması uğrunda amansız döyüşlər gedirdi. Düşmən Narif çayı üzərində möhkəm dayanmışdı. Lakin nəyin bahasına olursa olsun, müdafiəni yarıb qərbə yol açmaq vacib idi. Məmiş Abdullayev bu vəzifəni öz üzərinə götürərək batalyon komandirindən çayın o biri sahilinə keçmək üçün icazə istədi. O, tək başına üzərək çayın qərb sahilinə çıxdı. Onun qəfil atəşi almanları çaşbaş saldı. Bu həmlədən istifadə edən atıcı rotası düşmənin müdafiə xəttini yardı. Bu döyüşdən sonra ordu komandiri general-polkovnik Romanenko, korpus komandiri general-leytenant Kalganov, hərbi şuranın üzvü general-mayor İstomin və polk komandiri polkovnik Tokarevin imzası ilə Ali Baş Komandanlığın baş qərargahına Məmiş Abdullayev Şahbazoğluna Sovet İttifaqı qəhrəmanı adı verilməsi üçün təqdimat göndərildi. Cəsur döyüşçü o zaman hərbi hospitalda müalicə olunurdu və döyüş yoldaşlarının yanına tələsirdi. 1945-ci ilin yanvar ayı idi. Varşavanın azad edilməsi uğrunda son döyüşlər gedirdi. Əfsuslar olsun ki, bizim qəhrəmanımıza Varşavanı görmək qismət olmadı. Məmiş Abdullayev 1945-ci il yanvarın 26-sında ağır döyüşlər zamanı qəhrəmancasına həlak oldu və ölümündən sonra Sovet İttifaqı qəhrəmanı adına layiq görüldü. Bugün Kürdəmirdə əfsanəyə çevrilən bu cəsur insanın döyüş yolundan hər kəs xəbərdardır. Faşizm üzərində qələbənin 20 illik yubileyində 1965-ci ildə Sovet İttifaqı qəhrəmanı Məmiş Abdullayevin oxuduğu məktəbə onun adı verildi və Kürdəmirin gözəl küçələrinin biri də bizim qəhrəmanımızın adını daşıyır. Vətən uğrunda canını fəda edən şəhidlər bizim qürur mənbəyimizdir. Şəhidlik vətənə sevginin ən uca mərtəbəsidir. Özünün yaxın keçmişini unutmayan, uğrunda canından keçən, igid oğullarını yüksək qiymətləndirən, yaşadan xalq var olduqca, şəhidlər də yaşayır və yaşayacaq.